Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Uzun müddətli fasilədən sonra mən sizlərə ədəbiyyat testi təqdim etmişdim. İndi istəyirəm ki, həmin testin izahına bərabər baxaq. Bu dəfə mən sizlərə testi biraz fərqli formatda təqdim etmişdim. Belə ki, cavab variantlarını göstərməmişdim. Çünki mənim üçün maraqlı olan sizlərin çıxma yolundan istifadə edərək deyil, öz biliyinizə, yaddaşınıza əsaslanaraq doğru cavabları müəyyənləşdirməyiniz idi. Görək, kimlər bunun öhdəsindən gələ bilib, izaha baxıb müəyyənləşdirə bilərsiniz özünüz üçün. Deməli, sualda deyilir, Xaqani Şirvaninin gənclərə nəsihət əsəri ilə bağlı uyğunsuzluq yaratmış fikirləri müəyyənləşdirin. Forma ilə bağlı doğru deyil, məzmunla bağlı yanlış deyil. Baxın, bizdən uyğunsuzluq istənildiyinə görə biz forma ilə bağlı doğrunu tapacağıq, məzmunla bağlı isə yanlışı tapacağıq. Buradan yola çıxaraq, gəlin görək, testimizin doğru cavabı nə olacaq? 1. Lirik növdə yazılan əsərdə müəllifin adı verilmişdir. Xeyr, müəllifin adı deyil, təxəllüsü verilib. Belki əsərdə deyilir ki, sənətdə tək olan bu Xaqanidən gəlincə mənalı fikir eşitsən. Xaqani müəllifin adı deyil, təxəllüsü idi. Biri doğru cavab olaraq götürə bilmərik. 2. Sondan öncəki beyt qəsidə janrı ilə oxşarlıq yaratmışdır. Doğrudurmu? Bəli, doğrudur. Niyə? Fikrimizi əsaslandıraq. Çünki qəsidə janrında müəllifin adı son beytdə deyil, sondan öncəki 5 beytdən birində verilir. Bizə təqdim olunan Gənclərin Nəsihət əsərində də müəllifin təxəllüsü son beytdə deyil, sondan öncəki beytdə verilmişdir və bu baxımdan Gənclərin Nəsihət əsəri qəsidə janrı ilə oxşarlıq yaratmışdır. Hətta bir çox mütəxəssislər Gənclərin Nəsihət əsərini qəsidə hesab edirlər. Düzdür, qafiyələnməsində fərq var. Onlar belə hesab edirlər ki, əlimizdə olan versiya tərcümə versiyasıdır. Bəlkə də əsər tam orijinalında elə qəsidə kimi qafiyələnmişdi. Ancaq yenə də dəqiq fakt, dəqiq fikir irəli sürmək mümkün olmadığına görə Gənclərin Nəsihət əsərinin janrı ilə bağlı heç bir fikir söylənilmir. Sadəcə deyilir ki, bu əsər əroz vəznində, məsnəvi şəklində yazılmış əsərdir. Yəni, bu əsərin janrı haqqında heç bir fikir söylənilmir. Bizə lazım olan nə idi? İkinci fikir doğrudurmu? Bəli, doğrudur. Çünki həm qəsidədə müəllifin adı son beytdə verilmir, həm də ki, Gənclərin Nəsihət əsərində müəllifin adı son beytdə deyil, sondan öncəki beytdə verilmişdir. Və bu baxımdan Gənclərin Nəsihət əsəri qəsidə janrı ilə oxşarlıq yaratmışdır. 3. Pis adamlar ilan tək kör olduqları üçün onlardan qorunmaq tövsiyə olunur. Biz bu cavabı heç bir halda doğru cavab olaraq dəyərləndirə bilmərik. Birincisi, bu məzmunla bağlı olan yanlış fikirdir. Bizə forma ilə bağlı doğru fikir lazım idi. Əgər heç bizdən forma ilə bağlı deyil, məzmunla bağlı doğru fikir söylənsəydi belə də yenə də götürə bilməzdik. Çünki pis adamlar ilan tək kör deyil, ilan tək lal və kar adlandırılır bu əsərdə. Yəni, hansı tərəfdən baxsaq da biz üstdəki fikri doğru fikir olaraq dəyərləndirə bilmərik. 4. Demək, biz məzmuna bağlı yanlış fikri tapmalıyıq. 4. Öldükcə özünü əmoğlu sananlar hörmətə yad olan kəslərdir. Bu doğru fikirdirmi? Bəli, doğru fikirdir. Ona görə doğru olduğuna görə götürə bilmərik. Niyə doğru fikirdir? Gəlin fikrimizi əsaslandıraq. Deməli, bu əsərdə ardıcıl olaraq bu cür beytlər verilib ki, razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasan. Ardınca deyilir ki, sən onu öydükcə o lovğalanar, özünü yoldaş yox, əmoğlun sanır. Baxın, həmin nadanın tərifinə aldansan, həmin adam başlayacaq lovğalanmağa və artıq özünə əmoğlu sanmağa və əmoğlu sandıqca da deyir, daha boyun qoymaz işə, xidmətə, lovğalar yabancı olur hörmətə. Yəni, həmin bu özünə əmoğlu sanan lovğalar artıq hörmətə yad olan kəslərə çevrilirlər. Yəni, bu məzmunla bağlı doğru fikirdir. Amma bizə məzmunla bağlı yanlış fikir lazım olduğuna görə biz 4-ü götürə bilmərik. 5-də deyilir ki, az dostluq etmək, dostluqda mötəbər olmaq tövsiyə olunur. Doğru fikirdirmi? Xeyr. Bir yarısı doğrudur, digər yarısı yanlışdır. Baxın, az dostluq etmək doğru fikirdir. Ancaq dostluqda mötəbər olmaq tövsiyə olunur, bu yanlış fikirdir. Çünki dostluqda deyil, sözdə mötəbər olmaq tövsiyə olunur. Deyir, dostluqda möhkəm ol, sözdə mötəbər. Deməli, məzmunla bağlı yanlış fikir olduğuna görə biz 5-i götürürük. 6-da deyilir ki, dostun cənnət ağacı adı ilə əkdiyi tikan olsa da, onu qoparmamaq tapşırılır. Dostun əkdiyi deyildir, dostun qırdığı. Belə bir beyt var ki, qırsa bir budağı dost hirslənərək
O cənnət ağacı olsa da əl çək. Yəni dostun əkli deyil, qırdığı cənnət ağacı olsa əl çək. Deyir ki, orada əkməklə bağlı beyt belədir ki, deyir, dostun əkdiyi gül olsa da tikan, çıxarıb yerindən onu atma sən. Yəni bu cür verilib. Yəni bu məzmunla bağlı hər tərəfi yanlış fikirdir. Yəni iki beyt bir-birindən qarışdırılıb, bir də qəribə bir fikir çıxıb ortaya. Ona görə də məzmuna bağlı yanlışlıq yaratmış olur. Bu o deməkdir ki, əgər bizim testimiz bizə variant şəklində təqdim olunsaydı, biz variantda 2, 5 və 6 olanın doğru cavab olaraq dəyərləndirməli idik. Yəni testimizin doğru cavabı olacaq 2, 5 və 6. Ümidvaram ki, izahım sizlər üçün faydalı oldu. Diqqətiniz üçün təşəkkürlər.